Vüqar da oradaydı. Şaban da başlaydı. Ha. İndi 55 yaş əslində yarı yubiley. Yarı yubileyi əslində böyük təntənəli keçirir. Özü də ki, böyük restoranlarda da. Amma arada 30 il etdiyinə görə mən 25 belə bir yaşımı qeyd edirəm. Hə, geçer. Bundan sonra gələk 30 ildə qismət olar ki, o boşluğu dolduraq da. Aynen İnşallah şu qismət keçmiş olar. boşluğu dolduraq ki, kənddə keçirək. Bu şey. Deməli, Senin 55 yaşın sözünü keser. buyur. Dünyanın en büyük restoranı. Bəli. En büyük o elit hansı ki bizim Ona gəlirdim, ona bizim o gəlirdim. arzu elediğini Ona gəlirəm. Onu bildin nə deyirsən? Ön qarmışlar toplamışıqsa. Ona gəlirəm də. Hə. Deməli, o belə deyim də, işğal dövründə hamıda bir miskinlik vardı da. Sən insan öz doğması ilə də doğmalaşa bilmirdi. Çünki o miskinlik vardı. Evet. Məsəl üçün, gün yaşanan gün, sabah dünənki xatirədir. Düzdür? Hə, indi biz orada o xatirəni qeyd edirik. Amma bu gün yaşayırıq da burada. Bu həsrətlə ki, baxırıq buralara. İndi bax, bu gün bu öz kəndimizdə, doğma kəndimizdə yaşanan bu gün, sabah dünənki xatir olacaq. Bu gün o yadda qalacaq. Evet. Amma 30 ildə qeyd elədiyimiz günlərimiz heç o bizə xatirə kimi yadda qalmır.